Bugün demək bu videoda biz proqram təminatı və əməliyyat sistemlərinə baxmış olasıyıq. 6.1-in testləri ilə başlayırıq. Birinci sualımız. Birinci sualda nə deyir? Deyir ki, utilitə aid olan proqramı seçin. Biz bilirik ki, utilitə aid olan proqram hansıdır? Paint nədir? Paint demək Paint tətbiqi proqramdır, Oracle tətbiqi proqramdır, Windows sistemə aiddir, Python proqramlaşdırma alətlərinə aiddir. Amma Doktor Web nəyə aiddir? Utilitlərə aiddir. Ona görə bir də cavabımız C variantı. İkinci suala keçid almış oluruq. İkinci sualda deyir ki, aparat təminatı ilə proqram təminatı arasında qarşılıqlı əlaqəni təmin edib, aralarında vasitəçilik edən proqram necə adlanır? Biz bilirik ki, bu proqram nədir? Əməliyyat sistemidir. Gəlirik növbəti suala. Növbəti sualımız üçüncü sualdır. Üçüncü sualda deyir ki, əməliyyat sistemi haqqında hansı mülahizə yanlışdır? Hansı mülahizə yanlışdır? İstifadəçi ilə kompüter arasında əlaqə yaradır. Bəli, doğrudur. Xidməti proqramların ən əsas komponentidir. Xeyr. Elə düzgün olmayan cavab B variantıdır. 3-də cavabımız oldu nə? B variantı. Dördüncü sualla davam edirik. Dördüncü sualda deyir ki, antivirus proqram təminatı hansı proqramlara aiddir? Biz bilirik ki, antivirus demək proqram təminatı tətbiqi deyil, əməliyyat sistemi deyil, instrumental deyil, texniki deyil. Biz bilirik ki, antivirus proqram təminatı demək xidməti proqramlara aiddir. Ona görə 4-də oldu cavabımız nə? 4-də oldu cavabımız D variantı. 4-də də oldu. 5-ə keçirik. 5-ci sualda deyir ki, əməliyyat sistemi nədir? Əməliyyat sistemi fərdi kompüterlə istifadəçi arasında interfeysi təqdim edən və fərdi kompüterlərin resurslarını idarə edən sistemdir. Bu nədir? Bu, əməliyyat sisteminin tərifidir. Ona görə 5-də cavabımız nə olur? B variantı olmuş olur. İndi növbəti suala gəlirik. Növbəti sualda, 5-ci sualda cavabımız nə oldu? B variantı. İndi 6-cı suala gəlirik. 6-cı sualda deyir ki, disk defragmentasiya utilitinin funksiyası nədir? Disk defragmentasiya utilitinin funksiyası bu proqram demək disklərin işini optimallaşdıraraq daha sürətli müraciəti təmin edir. Yəni diskləri defragmentasiya edərək eyni faylın uzaq məsafələrdəki klasterlərini ardıcıl neyinir? Yerləşdirmiş olur. Ona görə 6-cı sualda cavabımız B variantıdır. Keçirik növbəti suala. Növbəti sualımız nədir? 7-ci sualdır. 7-ci sualda 7-ci sualda deyir ki, ScanDisk və WinRAR proqramları üçün oxşar xassələr hansıdır? Biz bilirik ki, demək ScanDisk və demək WinRAR hər ikisi necə proqramdır? Hər ikisi demək xidməti proqramdır. Ona görə də 7-ci sualda cavabımız oldu D variantı. Gəlirik 8-ci suala. 8-ci sualda deyir ki, driver nədir? Driver, baxın, tez C variantını işarə eləməyə çalışmayın. C variantında deyir ki, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək üçün istifadə edən proqramdır. Uşaqlar, baxın, kompüterə qoşulan xarici qurğu, məsələn, printer götürək. Printerin parametrini biz niyə təyin etmiş oluruq ki? Xeyr, elə deyil. Ümumiyyətlə, driver nədir? Kompüter qurğularının işini idarə edən proqramdır. Amma burada 8-də E variantı uyğundur, uyğun olmağına. Amma bunu daha yaxşı olardı ki, 8-ci suala uyğun burada xarici qurğularının standartdan kənar istifadəsini təyin etmək üçün proqramdır. Bax, bu cür yazılmış olsaydı daha yaxşı olardı, daha məqsədə uyğun olardı. 8-də cavabımız E variantıdır. Utilitin funksiyası. Utilitin funksiyası nədir? Biz bilirik ki, utilit əlavə xidmətlər göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirən nədir? Proqramdır. Ona görə demək 9-cu sualda cavabımız nə olur? 9-cu sualda cavabımız olur A variantı.
Növbəti suala keçid almış oluruq. Söhbət 10-cu sualdan gedir. MS-DOS əməliyyat sistemi mən demişdim ki, bir məsələli və bir istifadəçili əməliyyat sistemidir. Ona görə 10-cu sualda cavab olur nə? D variantı. Biz bilirik ki, MS-DOS nədir? MS-DOS demək bir məsələli və bir istifadəçili əməliyyat sistemidir. Növbəti suala keçid almış oluruq. 11-ci sualdan söhbət gedir. Deyir, bu proqramları köməkçi proqramlar da adlandırırlar. Formatlaşdırıcı və arxivləşdirici proqramlar da bu sinfə daxildir. Söhbət hansı proqramdan gedir? Demək, 11-ci sualda cavabımız nə ola bilər? Utilit ola bilər. Demək, bu sual cavab utilit ola bilər. Bu proqram köməkçi proqramdır, həm də formatlaşdırıcı və arxivləşdirici proqramlar da bu sinfə aiddir. Ona görə sualımız 11-ci sualda cavabımız nə olur? D variantı olmuş olur. Sonra gəlirik 12-ci suala. Əməliyyat sistemində faylın tam adı aşağıdakı şəkildədir. Faylın tam adına əsasən faylın yolunu müəyyən edin. Biz nə demişdik? Demişdik ki, faylın tam adı olanda faylın özü orada iştirak eləyir. Amma faylın yolu deyəndə faylın özünün oradan çıxmış oluruq. Qalan qovluqlar faylın yolu adlanmış olur. Baxın indi. Baza.docu buradan silirəm. Baza.docu buradan silirəm. Yerdə qalan nə olur? Faylın yolu olur. C, magistr, Codera, suallar. Demək, C, magistr, Codera, suallar. 12-ci sualda cavabımız nə oldu? B variantı olmuş oldu. Bax belə. Sonra gəlirik 13-cü suala. 13-cü sualda nə deyir? Deyir ki, əməliyyat sisteminə aid proqramları müəyyən eləyin. Əməliyyat sisteminə aid proqramlar hansılardır? Baxın, A variantında Excel o işi körradı və WinRAR-da eyni zamanda demək əməliyyat sisteminə aid deyil. A variantında Linux aiddir. B variantında Access demək tətbiqi proqramdır. C variantında MS-DOS əməliyyat sistemidir. Excel tətbiqi proqramdır. Python proqramlaşdırma alətinə aiddir. D variantında Word demək nədir? Word tətbiqidir. Amma E variantında Linux'də, MS-DOS'da, Android'də nədir? Əməliyyat sistemidir. Bizə nə deyirdi? Deyirdi ki, əməliyyat sisteminə aid proqramları müəyyən etmiş olun. Biz də eləmiş olduq. 13-də cavabımız nə oldu? E variantı oldu. 14-cü suala keçid almış oluruq. Fayl adının düzgün yazılışını müəyyən edin deyir. Demək, fayl adının düzgün yazılışını müəyyən edin. Baxın, burada A variantı ola bilməz. Burada sual, faylın adında sual işarəsindən istifadə eləmək olmaz. Burada C variantında böyük kiçik işarəsi olmaz. E variantında baxın, burada ulduzdan istifadə eləmək olmaz. Amma burada 2 dənə düzgün cavab var. Bax, B də düzgün yazılıb, uşaqlar, D də düzgün yazılıb. Yəni, hər 14-də həm B, həm də D variantı standarta uyğundur. Fayl adında düzgün yazılmış formadadır. Yəni, burada qeyri-adi heç nə yoxdur. 14-də cavabımız həm B-dir, demək, həm də D-dir. Sonra keçid alırıq 15-ci suala. 15-ci sualda deyir ki, arxivləşdirmə faylları hansı məqsədlə demək arxivləşdirmə faylları hansı məqsədlə demək istifadə olunur, hansı məqsədlə istifadə olunur? Biz bilirik ki, arxivləşdirmə faylları faylın həcmini azaltmaq üçün nə olur? İstifadə olunmuş olur. Sonra əməliyyat sisteminə aid proqramları müəyyən etmiş oluruq. Əməliyyat sisteminə aid proqramlar. Bax, Windows əməliyyat sistemidir. MS-DOS əməliyyat sistemidir. Burada Word tətbiqi proqramda olmaz, Excel tətbiqi proqramda olmaz, Paint tətbiqi də olmaz, Access tətbiqi də olmaz, Android əməliyyat sistemidir, Linux əməliyyat sistemidir. Demək, əməliyyat sistemləri oldu, nə? Windows, MS-DOS, sonra nə oldu? Android, bir də Linux. Nə oldu? 1, 2, 7, 8. 1, 2, 7, 8 oldu C variantı. Demək, 16-cı sualda cavabımız nə oldu? C variantı olmuş oldu. Keçid alırıq növbəti sual. Növbəti sualımız 17-ci sualdır. 17-ci sualda deyir ki, proqram təminatının təyinatı nədir? Biz bilirik ki, proqram təminatı kompüterin faylı
fəaliyyəti, informasiyanın emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi nə adlanır? Proqram təminatı adlanmış olur. Ona görə 17-ci sualda demək cavabımız nə oldu? A variantı olmuş oldu. Keçid alırıq növbəti sual 18-ci suala. 18-ci sualda deyir ki, antivirus proqramlarının təyinatı nədir? Biz bilirik ki, antivirus proqramlarının təyinatı demək kompüteri ziyankar proqramlardan nə edir? Qorumaq üçündür. Ona görə 18-ci sualda cavabımız olur nə? C variantı, C variantı. İndi növbəti suala keçid almış oluruq. Növbəti sualımız 19-cu sualdır. Demək. Deyir ki, xidməti proqramlara aid olanı göstərin. Bax, burada antivirus proqramlar, amma burada translyatorlar işi körləyir. Translyator necə proqramdır? Translyator, demək, translyatorlar nədir? Proqramlaşdırma alətlərinə aiddir. B bəndində əməliyyat sistemə aiddir, tətbiqi deyil, belə xidməti deyil. Tətbiqi proqramda xidmətiyə aid deyil. Amma C variantı standarta uyğundur. C variantı həm utilit, həm də antivirus proqramları xidməti proqramlara uyğundur. Demək, ona görə 19-cu sualda cavabımız nə oldu? C variantı olmuş oldu. Sonra gəlirik 20-ci suala. Antivirusların hansı növləri var? Detektorlar, həkim proqramlar, müfəttişlər, filtrlər və demək nə? Vaksinlər. 20-ci sualda cavabımız nə oldu? 20-ci sualda cavabımız oldu A variantı. Ona görə 20-ci sualda cavabımız nə oldu? A variantı olmuş oldu. İndi keçirik növbəti suala. Növbəti sualımız demək 21-ci sualdır. 21-ci sualda deyir ki, demək, bir qovluqda 21-ci sualda deyir ki, bir dənə qovluqda, neçə fail yerləşdirmək olar? Yadınızda saxlayın. Bir qovluğun içində neçə qovluq yerləşdirmək olar? Desəydi, istənilən sayda. Neçə fail yerləşdirmək olar? Desəydi, xarici yaddaşın tutumu qədər. Məsələn, bax, indi bizdə nə deyir? Deyir ki, bir qovluğun içərisində neçə fail yerləşdirmək olar? Biz bilirik ki, bir qovluğun içərisində neçə fail yerləşdirmək olar deyəndə deyirik, xarici yaddaşın tutumundan asılıdır. Bir qovluğun içərisində neçə fail yerləşdirmək olar? Xarici yaddaşın tutumundan nədir? Asılıdır. Yenə təkrar eləyirəm. Baxın, bir qovluğun içində neçə qovluq yerləşdirmək olar desə, istənilən sayda. Neçə fail yerləşdirmək olar deyəndə deyirik ki, xarici yaddaşın tutumu qədər. Baxın, burada elə 21-də cavabımız nədir? 21-də cavabımız D variantıdır. Deyir ki, bir qovluqda neçə fail yerləşdirmək olar? Deyir ki, xarici yaddaşın tutumundan asılıdır. Desəydi, bir qovluğun içində neçə qovluq yerləşdirmək olar? Deyərdin ki, istənilən sayda. Yaxşı, desəydi ki, əgər İç-içə neçə dənə qovluq yerləşdirmək olar? İç-içə neçə dənə qovluq yerləşdirmək olar deyəndə, onda deyirsən ki, 255 simvolu aşana nə qədər? 255 simvolu aşana qədər. İndi keçirik 22-ci suala. 22-ci sualda nə deyir? 22-ci sualda deyir ki, antivirus proqramlarının əsas funksiyası nədir? Antivirus proqramlarının əsas funksiyası virusları tapmaq və onları aradan qaldırmaqdır. Ona görə 22-ci sualda cavabımız nə olur? A variantı olmuş olur. Növbəti suala keçid eləmiş oluruq. Bir dəqiqə. Növbəti sualımız nədir? 23-cü sualdan söhbət gedir. Deyir ki, demək, hər hansısa qovluqda codera.doc faylı saxlanılır. Həmin qovluqda alt qovluq yaradılır və codera.doc faylı həmin alt qovluğa daşınır. Bundan sonra həmin faylın tam adı D, data, sənədlər, doc, codera.doc olur.
daşınmaya qədər faylın tam adı hansı ola bilər? Baxın, təkrar eləyirəm. Əgər neçə dənə qovluq yaradılıb, neçə dənə alt qovluq yaradılıb? Bir dənə alt qovluq yaradılıb, düzdürmü? Bir dənə alt qovluq yaradılıb. Bir dənə alt qovluq yaradılıbsa, mən burada koderadan əvvəl bir dənə alt qovluğu neyinirəm? Silmiş oluram. Bir dənə alt qovluğu silmiş oluram. Çünki bir dənəsi yaradılıb. Bir dənəsi yaradılıb. Bir dənəsini də silmiş oluram. Düzdür? Yerdə nə qalır? D, data, sənədlər, bir də kodera.doc. Ona görə olur 23-də nə? E variantı. Niyə E variantı götürdük? Çünki baxın, hər hansı qovluqda kodera.doc faylı saxlanılırmış. Hər hansısa bir qovluqda. Həmin qovluqda alt qovluq yaradılır. Baxın, kodera.doc sənədlərin içindəymiş. Sonra sənədlərdə hər hansısa bir nə yaradılır? Alt qovluq yaradılır. Həmin alt qovluğun adı nə olur? Doc olur. Düzdür? Həmin kodera.docda həmin alt qovluğa daşınır. Bundan sonra deyir, həmin faylın tam adı bu cür olur. Yəni D, data, sənədlər, doc, bir də kodera.doc olur. Deyir, daşınmaya qədər, yəni kodera.docu, doc nəyinə, demək, qovluğuna daşınmamışdan əvvəl faylın tam adı nə olubdur? Docu oradan silirik, yəni çıxartmış oluruq. Yerdə nə qalır? D, data, sənədlər, bir də kodera.doc. Ona görə cavabımız 23-də nə olur? 23-cü sualda cavabımız olur E variantı. Ümid edirəm aydın oldu. Sonra 24-cü suala keçid almış oluruq. 24-cü sualda nə deyir? 24-cü sualda deyir ki, virus nədir? Virus kiçik həcmli, bir dəqiqə qələm aktivləşdirim. Virus kiçik həcmli, xüsusi yazılmış nədir? Ziyanverici proqramdır. Ona görə 24-də cavabımız nə olur? A variantı olmuş olur. Aha. İndi gəlirik 25-ci suala. 25-ci sualda deyir ki, magistratura.doc fayl adının şablonunu aşağıdakılardan hansı ola bilməz? Baxın, birinci nəyə fikir veririk? Baxaq bunun nəyinə? Uzantılarına. Baxın, doc, demək, A-da doc, D-dan sonra istənilən qədər 2 və daha artıq simvol ola bilər. A uyğundur, M-dan sonra da istənilən qədər. D də ola bilər. B-də magistratura.doc. Doc yazanda batdı, onun yerinə sual qoyulub bir dənə simvolu əvəz elədi. Bir də C-ni yazıb. Magistratura sözünü yazanda R-dan sonra A var. Baxın, B variantında R-dan sonra da bir dənə sual qoyub, yəni A-nı əvəz eləyir. B də uyğundur. Sonra E variantına baxaq. Magis, G-dan sonra İ-nin yerində sual qoyub. Sonra S-dan sonra da tratura. O da onun da yerinə nə qoyub? Ulduz qoyub. Sonra docda da C-nin yerinə bir dənə ulduz qoyub da o da ola bilər. Amma C variantında baxın. Magistratura. A-dan sonra A ən axırıncı nədir? Ən axırıncı simvoldur. A-dan sonra sual qoya bilmərik. Niyə? Çünki burada demək, nöqtə ilə A-nın arasında, heç bir simvol yoxdur ki, mən ora bir dənə sual qoyum. Ona görə də C variantı uyğun deyil. C variantı nədir? Uyğun deyil. Təkrar eləyirəm. Baxın, nəyə görə uyğun deyil C variantı? Magistratura.doc. Bax, doca baxdıq, tamamdır. Doc uyğundur. Doc uzantısında heç bir problem yoxdur. Baxın, bunun uzantısında heç bir problem yoxdur. Bu heç. Bunu qoyduq kənara. Amma magistraturaya baxaq. Faylın özündən söhbət gedir. Biz bilirik ki, fayl 2 hissədən ibarətdir. Faylın adından və onun nəyindən, tipindən, yəni uzantısından. Eyni zamanda ona nə deyirlər? Faylın genişlənməsindən. Yəni biz tipində heç bir problem görmədik. Doc olduğu kimi qaldı. Amma magistratura sözündə, magistraturada A-dan sonra simvol yoxdur nöqtə ilə A-nın ortasında. Baxın, burada bir sual qoyub, sual da bir simvolu əvəz eləyir. Demək ki, orada hansısa bir A-dan sonra simvol yoxdur. Ona görə sualı qoya bilmərik.
Ona görə də nə oldu? Demək 25-ci sualda cavabımız nə oldu? Demək C variantı olmuş oldu. Növbəti suala keçid almış oluruq. Deyir ki 26-cı sualdan söhbət gedir. Deyir ki demək D Kodera informatika məntiq xarici dil.docx failin yerləşdiyi qovluq hansı qovluğun alt qovluğudur? Baxın uşaqlar, xarici dil.docx faildir, failin adıdır. Deyir ki, failin yerləşdiyi qovluq, failimiz hansıdır? Xarici dil.docx. Failin yerləşdiyi qovluq hansıdır? Məntiq qovluğudur. Deyir o məntiq qovluğu hansı qovluğun alt qovluğudur? İnformatikanın alt qovluğudur. Ona görə 26-da cavabımız nə olur? B variantı olmuş olur. Sonra növbəti suala keçid almış oluruq. Növbəti sualımız 27-ci sualdır. 27-ci sualda deyir ki, aşağıdakılardan hansı failin adının şablonuna uyğundur? Baxın, burada baxıram, test.d uyğundur deyir, uyğundur. Demək, nöqtədən sonra bir dənə uzantıda bir dənə simvol var. Amma nöqtədən sonra uzantıda, baxın burada D-dan sonra 2 dənə sual var. Demək, bu failin uzantısı 3 dənə simvolu əvəz eləyir. 3 dənə simvolu əvəz eləməlidir. Ona görə bax, A-nı da çıxıram burada, D-ni də çıxıram. 3 dənə simvol yoxdur. Yerdə qaldı B, E, C variantları. Baxın, indi failin adı neçə dənə simvol ola bilər? Sualdır. E, S, sual, sual, 1. Failin adı özü neçə simvoldur? 1, 2, 3, 4, 5, 6 dənə simvoldur. Avtomatik burada B variantı da gedir. Failin adında 3 dənə simvol var. Baxın, E variantı da ola bilməz. Çünki failin adında neçə dənə simvoldur burada? 1, 2, 3, 4, 5 dənə. Amma mənim verdiyim şablon faildə adın neçə dənə simvoldan ibarətdir? Baxın, yuxarıda. Bundan söhbət gedir. Neçə simvoldan ibarətdir? Sual, E, S, 2 dənə sual, 1. Neçə dənə simvol oldu? 1, 2, 3, 4, 5, 6 dənə. Ona görə də failin adı 6 simvoldur. Amma test 1-də failin neçə simvol var? 5 dənə. Demək, bu da getdi. E variantı da getdi. 6 simvoldumu görək C variantı? Bəli. Baxın, failin adı 6 simvoldan ibarətdir. Failin adı. Test. Test nədir? 1, 2, 3, 4, altdan xətt 5, 1-də 6. 6 dənə failin adında simvol var. Uzantısı neçə simvoldan ibarətdir? 3 dənə. Uzantısı da neçə simvoldan ibarətdir? 3 dənə. Bəli, baxın, failin öz şablon adında da D-dən sonra 2 dənə sual qoyub, demək ki, 3 dənə simvoldan ibarətdir. Ona görə də hansı uyğundur? 27-ci suala uyğundur. C variantı uyğun olmuş oldu. Gəlirik növbəti suala. Növbəti sualımız 28-ci demək sual nümunəsidir. 28-ci sual nümunəsində deyir ki, failin tam adı verilib. Deyir, failin yerləşdiyi qovluq hansıdır? Mənim failim nədir? Stem.txt nədir? Failidir. Düzdürmü? Onun yerləşdiyi qovluqda nədir? Deyir, bax, Doc qovluğudur. Ona görə 28-ci sualda cavabımız nə oldu? D variantı olmuş oldu. Keçid alırıq 29-cu suala. Failin tam adı verilibdir. Bu diskin baş qovluğunu müəyyən eləyin. Demək, diskin baş qovluğu. Baxın, baş qovluq hansıdır? C diskidir. Ona görə 29-cu sualda cavabımız nə oldu? A variantı oldu. 30-cu suala keçid almış oluruq. 30-cu sualda deyir ki, failin tam adı verilibdir. Failin tam adı verilibdir. Və deyir, failin yerləşdiyi qovluq hansı qovluğun alt qovluğudur? Failimiz sxm.txt-dir. Text faili. Düzdürmü? Onun yerləşdiyi qovluq Docdur. Docun da yerləşdiyi qovluq Koderadır. Demək, mənim failimin yerləşdiyi qovluq Docdur. O da hansı qovluğun alt qovluğudur? Koderanın alt qovluğudur. Ona görə 30-cu sualda cavabımız olur B variantı. Keçid alırıq növbəti suala. Növbəti sualımız 31-ci sualdır. 31-ci sualda deyir ki, demək, failin uzantısını, yəni tipini müəyyən edin. Biz bilirik ki, failin tipi burada hansıdır? Failin tipi BMP-dir. Bəli. Ona görə cavabımız 31-də B variantı olmuş olur. 32-ci sualdan söhbət gedir. 32-ci sualda demək deyir ki,
Fail və aşağıdakı fail şablonunda hansı magistratura.doc failini təyin edə bilər? Baxın, demək, doc deyirsə, A variantı ola bilməz. Çünki magistratura.docda uzantı, burada failin demək uzantısı 3 dənə simvolu əvəz eləyir. Amma burada A variantında 2 dənə simvolu əvəz eləyib, ola bilməz. D variantında da 2 dənə simvolu əvəz eləyib, ola bilməz. B variantı da ola bilməz. Çünki nöqtədən sonra bir dənə sual var. Amma bizim nöqtədən sonra 3 dənə failimizin tipi 3 simvoldan ibarətdir doc. Amma burada bir dənə simvol var. Ona görə B variantı da ola bilməz. Baxın, magistratura.doc. M-dan sonra neçə dənə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. Amma C variantına baxın. M-dan sonra görək 11 dənə simvol varmı? 1, 2, 3, 4, 5, 6, 7. Xeyr. Düzdür, uzantıda failin tipində ulduz qoyubdur. Tamamdır, bu hissəsi oldu. Docun yerinə bir dənə ulduz qoyaram. 2 və yaxud da daha çox simvolu əvəz eləyə bilər. Uzantısı ilə bir problemim yoxdur. Amma C-də M-dan sonra yerləşən simvolların sayı qədər sual qoyulmayıb. Ona görə C variantı da ola bilməz. Burada nə oldu? 32-ci sualda cavabımız elə. 32-ci sualda cavabımız oldu E variantı. Baxın, görün, baxın. Magistraturada M-dan sonra istənilən qədər simvol əvəz eləyə biləcək bir dənə ulduzum var. Nöqtə, docda da D, onun əvəzinə sualı qoyub, bir də C-nin özün yazıb. Ona görə də 32-ci sualda cavabımız nə oldu? E variantı olmuş oldu. İndi 33-cü suala keçid almış oluruq. Fail və demək 33-cü sualda deyir ki, fail və qovluğun adında aşağıdakı simvolların hansından istifadə etmək olmaz? Biz bilirik ki, dırnaqdan istifadə etmək olmaz. Yeri gəlmişkən hansı simvollardan istifadə eləmirdik? Bir diqqət eləmiş olaq. Baxın, böyükdür, kiçikdir, 3 dənə siləşdərdir, dırnaqdır, qoşa nöqtədir, sualdır, ulduzdur. Bu simvollardan failin adından istifadə etmək olmazdı. Keçid alırıq növbəti suala. Növbəti sualımız demək bizim 34-cü sualdır. 34-cü sualda deyir ki, aşağıdakı fail şablonlarından hansı ipg.doc failini təyin edə bilər? Söhbət 34-cü sualdan gedir. ipg.doc failini nə əvəz eləyə bilər? Baxın, burada i-dən sonra ipg. P ilə G-nin əvəzinə mən bir dənə sual qoymuşam, qoyulubdur. Nöqtədən sonra da doca uyğun. Demək, burada doca uyğun, baxın, failin tipindən söhbət gedir. Doca uyğun, D-dan sonra onun əvəzinə bir sual qoyub, sonra da C-ni qoyub. Ona görə də demək, 34-cü sualda cavabımız nə oldu? E variantı olmuş oldu. İndi 35-ci suala keçid alırıq. 35-ci sualda nə deyir? Deyir ki, failin tamadı aşağıdakı kimidir. Failin yerini informatika qovluğundakı magistr qovluğuna köçürdükdən sonra failin tamadı hansı oldu? Baxın, failin adı budur. Failin adı budur. Bax bu. D koderiya informatika məntiq xarici dil.doc. Düzdürmü? 35-ci sualdan söhbət gedir. Deyir ki, burada failin yerini informatika qovluğunda, bax burada informatika. Burada failin yerini informatika qovluğundakı magistr qovluğuna köçürdükdən sonra failin tamadı. Bax, olacaq D, kodera, informatikadan sonra bir dənə nə olasıdır? İnformatikadan sonra bir dənə magistr olasıdır, magistr. Ondan sonra xarici dil olasıdır. Ona görə 35-ci sualda cavabımız nə olur? A variantı olmuş olur. 35-də cavab A variantı. İndi gəlirik 36-cı suala. 36-cı sualda deyir ki, əməliyyat sistemi ilə müəyyən bir qurğunun qarşılıqlı əlaqəsini təmin edən proqramlar necə adlanır? Biz bilirik ki,
Əməliyyat sistemi ilə müəyyən bir qurğunun qarşılıqlı əlaqəsini təmin edən proqramlar driverlərdir. Driverlər adlanır. Sonra gəlirik. Üzrü sayın uşaqlar, evdə iş gedir. Müəyyən arxa fonda səslər gələ bilər. Ona görə üzrü sayın. 37-ci suala keçid alırıq. 37-ci sualda uyğunluq eləməliyik. Uyğunluq eləməliyik, uyğunlaşdırmalıyıq, yəni. Birinci skan diskə nə uyğun gəlir? Biz bilirik ki, diskdə müxtəlif formalı şəkillər yaratmağa və redaktə etməyə imkan verən bu skan diskin işi deyil. Amma diskdə zədələnmiş sektorları müəyyən edib xətaları aradan qaldıran proqram nə adlanır? Skan disk adlanır. Ona görə cavabımız 1-ə nədir? 1-ə nə uyğun gəlir? 1-ə uyğun gəlir B. B. Sonra demək 1-ə nə uyğun gəldi? 1-ə uyğun gəldi demək nə? B. 1-ə uyğun gəldi B. İndi 2-yə baxaq. 2-də deyir ki, disk defragmentasiya nə iş görür? Biz bilirik ki, diskdə səpələnmiş faylları müəyyənləşdirən və onu optimal hala gətirən nəyin işidir? Demək, disk defragmentasiyanın işidir. Ona görə 2-yə uyğun gəldi nə? 2-yə uyğun gəlir E variantı. Sonra 3-cü sual nə sualıdır? Demək, 1-ə B, 2-yə nə uyğun gəldi? 1-ə B, 2-yə E, 3-ə də diskdə lazımsız və müvəqqəti faylları tapıb aradan qaldırmağa imkan verən proqram nədir? Disk leniapın işidir. Ona görə də 3-ə də uyğun gəldi nə? C variantı. Demək, 1B, 2E, 3-də C. 37-də cavabımız nə oldu? A variantı olmuş oldu. Demək, 37-də cavab nə oldu? A variantı oldu. Keçirik 38-ci suala. 38-ci sualda demək deyir ki, səs fayllarına aid fayl uzantılarını nəyin? Müəyyən eləyin. Biz bilirik ki, səs fayllarına aid uzantılar hansıdır? Yəni tiplər WAV-dır, MP3-dür, bir də MIDI-dir. Ona görə 38-də cavabımız nə oldu? A variantı olmuş oldu. İndi keçid alırıq 39-cu suala. 39-cu sualda deyir ki, fail və qovluğun tam adında aşağıdakı simvolların hansından istifadə etmək olmaz? Biz bilirik ki, böyükdür, kiçikdir, ondan sonra siləşdərdir, ulduzdur, sualdır, dırnaqdır. Bu işarələrə failin adında nə olur? İcazə verilmir. Ona görə 39-da cavabımız nə oldu? 39-da cavabımız B variantı olmuş oldu. İndi keçirik, demək, neçənci suala? 40-cı suala. 40-cı sualda nədir? Uyğunlaşdırmadır. Ona uyğun cavabımızı neyinirik? Qeyd eləmiş oluruq. Demək, deyir ki, driverlər nədir? Driverlər biz bilirik ki, kompüterə qoşulmuş giriş və çıxış, əlavə qurğuları əməliyyat sisteminə tanıdan nədir? Proqramdır. Ona görə birdə cavabımız nə olur? C variantı olmuş olur. Sonra ikinci sual. İkinci sual nədir? Arxivləşdirmə proqramları. Biz bilirik ki, arxivləşdirmə proqramı deyəndə sıxılaraq kiçildən proqramları nəzərdə tuturuq. Ona görə 2-də cavabımız nə oldu? D variantı olmuş oldu. Utilitlərin funksiyası nədir? Əməliyyat sisteminə neyinir? Əlavə imkanlar yaradır. Ona görə də 3-də cavabımız nə oldu? E variantı olmuş oldu. Demək, 1C, 2D, 3-də E variantı. Ona görə 40-cı sualda cavabımız hansı oldu? A variantı olmuş oldu. Bu da belə. Sonra gəlirik növbəti suala. Növbəti sualımız demək 41-ci sualdır. Failin yolu nədir? Biz bilirik ki, slash işarəsi ilə ayrılmış qovluq adlarının ardıcıllığı nədir? Failin yoludur. Ona görə 41-ci sualda cavabımız nədir? C variantı oldu.
42-ci sualda nə deyir? Deyir ki, failin tam adındakı ikinci hissə nəyi bildirir? Failin tam adındakı ikinci hissə failin nəyini bildirir? Failin tipini bildirir. Failin tipini bildirir. Keçid alırıq 43-cü suala. 43-cü sual failin demək tərifidir. Deyir, yaddaşın müəyyən hissəsində bir ümumi ad altında saxlanılan verilənlər yığınan nə deyirlər? Biz bilirik ki, 43-cü sual nədir? 43-cü sual demək 43-cü sual failin nədir? Tərifidir. Yaddaşın müəyyən hissəsində bir ümumi ad altında saxlanılan verilənlər yığınına nə deyirlər? Fail deyirlər. Ona görə 43-də cavabımız nədir? E variantıdır. Deyir ki, tətbiqi proqram olmayan variantı seçin. Mətn redaktoru tətbiqidir, nəşriyyat sistemləri tətbiqidir, arxivatorlar sistemdir, cədvəl redaktorları tətbiqidir, VBIS-lər verilənlər bazasının idarə olunması tətbiqidir. Cavabımız nə qaldı? B variantı qaldı, arxivatorlar. Arxivatorlar demək, biz bilirik ki, tətbiqi proqram, ümumiyyətlə proqram təminatı 3 hissədən ibarətdir. Sistem proqramları, tətbiqi proqramlar, bir də proqramlaşdırma alətləri. Biz bilirik ki, arxivatorlarda sistem proqramlarına aiddir. Sistem proqramları da özləri öz növbəsində iki yerə bölünür. Baza və servisə. Arxivatorlarda nəyə aiddir uşaqlar? Arxivatorlara da servisə aid olmuş olur. 45-ci suala keçid almış oluruq. 45-ci sualda deyir ki, qovluq daxilində qovluq yaratmaq mümkündürmü? Əlbəttə ki, mümkündür. Niyə də mümkün olmasın? Yaratmışıq və yarada bilirik. 46-cı suala keçid almış oluruq. 46-cı sualda deyir ki, fail və qovluğun tam adında aşağıdakı simvollardan hansından istifadə etmək olmaz? Biz bilirik ki, qələmi aktivləşdirək. Biz bilirik ki, fail və qovluqların adında dırnaq işarəsindən olmaz, istifadə etmək olmaz. 47-ci suala keçid eləmiş oluruq. AVD, MPG-dir, FLV-dır. Bu ortaq cəhət nədir? Ortaq cəhət demək video faillardır. Hər üçü nədir? Video faillarıdır. Sonra 48-ci suala keçid almış oluruq. 48-ci sualda demək nə deyir? Deyir ki, failin adında sual işarəsi nəyi bildirir? Demək, biz bilirik ki, failin adında və genişlənməsində ixtiyari bir simvolu nə əvəz eləyir? Bir dənə sual işarəsi. Ona görə də qələmi aktivləşdirək. Ona görə də 48-ci sualda cavabımız nə oldu? D variantı. Failin adında sual işarəsi nəyi bildirir? Failin adında və genişlənməsində ixtiyari demək bir dənə simvolu əvəz eləmiş olur. Nə? Sual işarəsi. İndi keçirik 49-cu suala. Deyir ki, failə olan yolda D Azeri reklam.doc yazılışı nəyi göstərir? Biz bilirik ki, burada D failin yerləşdiyi disk, D proqrama yox. Bax, D failin yerləşdiyi diskdir. Bax, bu D. D failin nə idi? Yerləşdiyi demək diskdir. Sonra Azeri yerləşdiyi qovluqdur. Nəyin yerləşdiyi? Reklam.doc failinin yerləşdiyi qovluq Azeridir. Failin adı reklamdır. Bax, bu reklam failin adıdır. Doc da nədir? Doc da bunun uzantısıdır. Ona görə cavabımız nə olur? B variantı olmuş olur. 49-da cavabımız nə oldu? B variantı olmuş oldu. Keçirik 50-ci suala. 50-ci sualda deyir ki, aşağıdakı kimi verilmiş doc3.doc failin tam adını müəyyən eləyin. Demək, nədən söhbət gedir? 50-ci sualdan söhbət gedir. Deyir ki, demək, doc3.doc, doc3.doc failinin tam adını müəyyən eləyin. Baxın, bu buradan gəlib bura A diskidir. A diskindən gəlib, bax, gəlib bura A diskidir. A diskindən gəlib Tom 3-ə. Tom 3-dən də gəlib nəyə? Bax, doca. Aha, bax, A diskidir. A diskindən bax, gəlib aşağı Toma, Tom 3-ə. Tom 3-dən də gəlib doc.doc
Doc 3.doca. Yəni cavabımız nə olub? 50-də D variantı olmuş olub. Ümid eləyirəm aydındır. Keçirik 51-ci suala. 50-ci sualla yekunlaşdıq. İndi keçirik 51-ci suala. 51-ci sualda deyir ki, hər hansısa bir qovluqda arayış.doc faylı saxlanılırdı. Həmin qovluqda alt qovluq yaradıldı və arayış.doc faylı alt qovluğa daşındı. Bundan sonra həmin faylın tam adı D data sənədlər doc arayış.doc kimi olur. Daşınmaya qədər faylın yerləşdiyi qovluğun tam adını aşağıdakılardan hansıdır? Demək, hər hansısa bir qovluqda arayış nöqtə nə saxlanılırmış? Doc saxlanılırmış. Hər hansısa bir qovluqda. Sonra deyir ki, həmin qovluqda alt qovluq yaradıldı. Neçədən alt qovluq yaradıldı? Hələ ki, bir dənə. Baxın, hələ ki, biri yaradılıb. Hələ ki, biri yaradılıb. Yaradıldı və arayış.doc faylı alt qovluğa daşındı. Bundan sonra həmin faylın tam adı bu qədər. Belə oldu. Yəni, D data sənədlər doc arayış.doc. Deyir, daşınmaya qədər failin yerləşdiyi qovluğun tam adı aşağıdakılardan hansılardır? Hansılardır? Yadınızda bir şeyi saxlayın. Neçədən alt qovluq yaradılıb? Bir dənə. Demək, yaradılandan sonra nə cür olub? Baba bu cür olub. Düzdürmü? Baba bu cür olub. Elədir. Bir dənə alt qovluq yaradılıbsa, mən onda elə bir dənə alt qovluğu silirəm. Docu silirəm. Yerdə nə qaldı? Amma burada deyir ki, qovluğun adını. Qovluqdan söhbət gedirsə, bu faylın özü burada iştirak eləyə bilməz. Yerdə nə qalır? D data sənədlər. Olur cavab nə? E variantı. 51-ci sualda cavab nə oldu? E variantı olmuş oldu. İndi gəlirik 52-ci suala. 52-ci sualda deyir ki, elektron cədvəllər. Baxın, burada mən cədvəl, diaqram görürəm. Cədvəli, diaqramı harda yaradıram? Elektron cədvəllərdir. Ona görə birdə cavabımız nə oldu? E variantı oldu. Sonra gəlir qrafik redaktorlar. Qrafik redaktorlara aid. Demək, müxtəlif nə yaradılır? Formalı, məzmunlu şəkillər yaratmağa imkan verirsə, bu qrafik redaktorlardan söhbət gedir. Ona görə 2-yə cavabımız nə oldu? A uyğun gəldi. Sonra mətn redaktorları. Mətn redaktorlarda müxtəlif formalı, məzmunlu nələr yaradır? Mətnlər yaradır. Ona görə də 3-də cavabımız nə oldu? B variantı olmuş oldu. Demək, 1-ə uyğun gəldi E, 2-yə uyğun gəldi A, 3-ə də uyğun gəldi B. Oldu 52-ci sualda doğru cavabımız nə? 52-də doğru cavabımız C variantı. Sonra gəlirik 53-cü suala. Deyir ki, faylın tam adını düzgün forması hansıdır? Demək, burada ümumiyyətlə burada heç baş kataloqlar yoxdur demək olar ki. Burada baş kataloq, bəli, D diski verilibdir. 2 nöqtə, alt qovluq və qovluq, bəli, C düzgündür. Amma D-də bir dənə nöqtə verilib, biri yoxdur. O birisində də diskdən sonra 2 qoşa nöqtə siləşi hanı və burada da siləşlər tərsinə verilibdir. Ona görə D-də də olmaz, E də ola bilməz. Düzgün cavab 53-də nədir? 53-də düzgün cavabımız C variantıdır. Keçid alıq 54-cü suala. 54-cü sualda nə deyir? 54-cü sualda deyir ki, demək, aşağıdakı kimi verilmiş faylların tam adı necə olar? Baxın, birinci yazı.doc'a baxaq. Yazı.doc hardan gəlib? Bax, bu textə aiddir. Birinci gəlib buradan textə. Baxın, gəlib textə. Textdən gəlib nəyə? Mətnə. Mətndən gəlib nəyə? Demək, dataya, datadan da E-yə. E, data, mətin, text. Sonra gəlib nə? Yazıya. Bu belə. Sonra ikinci nədir? Foto.jpg. Bu necə olubdur? Bu da olubdur. Bax, qrafikə gəlib, yuxarı gedirəm. Buradan da gəlib nəyə? Qrafikdən sonra dataya, datadan da gedib E-yə.
Sonra picture.psd. Bax bu nəyə gəlib? Gəlib buradan qrafikə. Qrafikdən gəlib nəyə? Dataya. Datadan da gedib E-yə. Ona görə də 54-də cavabımız nə oldu? A variantı olmuş oldu. Sadə sual nümunəsi idi. Keçirik 55-ci suala. 55-ci sualda deyir ki, demək, failin yolu verilibdir. Failin tam adı necədir? Failin tam adı baş katalogdan başlayaraq failin tam adı düz bura qədər, yəni hamısı. Ona görə də cavab 55-də nə olur? E variantı. Failin tam adı deyir. Əgər failin yolu desəydi, failin yolu deyəndə failin özü iştirak eləməzdi. Elə C diski ilə docun özünü götürərdim. Belə götürərdim. Failin özü iştirak eləməzdi. Amma burada deyir ki, failin tam adı. Failin tam adı deyəndə tam axıra qədər, uzantısına qədər, yəni tipinə qədər də götürülür. Ona görə də 55-dən nə olur cavabımız? 55-də olur E variantı. 56-cı suala keçid eləmiş oluruq. Deyir ki 56-cı sualda. Demək, əməliyyat sisteminin yazıldığı məntiqi disk necə adlanır? Yadınızda saxlayın. Əməliyyat sisteminin yazıldığı məntiqi disk adlanır sistem diski. Sistem diski. Təqdimat proqramlarına aid fail uzantısını müəyyən eləyin. Təqdimat faili PPT. Olur 57-də nə? A variantı. 58-ci suala baxaq. Demək, 58-ci sualda deyir ki, aşağıdakı fail adlarından hansılar demək şablona uyğundur? Söhbət bundan gedir. Deyir, şablona uyğundur. Baxaq görək hansılar bu şablona uyğundur. Baxın, uzantısında nə var? Uzantısında nöqtədən sonra 3 dənə oldu, 3 dənə sual, bir dənə X işarəsi var. Demək ki, uzantısı 4 dənə simvoldan ibarətdir. Yəni, nöqtədən sonra 4 dənə simvol var. Nöqtədən sonra 4 dənə simvol varsa, D variantı avtomatik silirəm. Çünki nöqtədən sonra 5 dənə idi. Sonra hansılar uyğundur? Baxıram, B-dan sonra bir dənə simvol var. B-dan sonra bir dənə simvol varsa və burada 3 də ola bilməz. 3 də ola bilməz. Nəyə görə 3 ola bilməz? Çünki baxıram ki, burada uzantı 3 dənə simvol, bir dənə də nə var? X var. Bu 4 dənə simvol var. Amma burada 3 dənə simvol var. Ona görə 3 də ola bilməz. Sonra baxıram ki, burada A, K, A, B. B-dan sonra bir dənə sual varsa, demək B-dan sonra bir dənə simvol olmalıdır. Amma 5-ci sualda 5-də görürəm ki, B-dan sonra simvol yeri qoymayıb. B-dan sonra burada nöqtədən qabaq, B-dan sonra bir dənə nə olmalıydı? Bir dənə simvol olmalıydı. Amma burada bir dənə nöqtədən əvvəl B ilə ortasında bir dənə sual qoyulubsa, bir dənə simvol var deməkdir. Amma 5-də ona imkan yaratmayıblar. Ona görə 5 də ola bilməz. Baxaq 6-cı suala. Baxın, B-dan sonra bir dənə sual var nöqtədən əvvəl. Baxıram ki, B-dan sonra bir dənə A qoyub nöqtədən əvvəl. Bəli, uyğundur. Və eyni zamanda baxıram ki, uzantısında Dojix. Dojix'da burada bax 3 dənə simvol Doc əvəz elədi, bir dənə də X aşağıda verilibdir. Demək, uyğun cavab nə oldu? 2 ilə 6. 2 ilə 6 hansı variantdır? B variantıdır. Ona görə 58-də olur nə? Düzgün cavabımız B variantı. Sonra 59-cu suala keçid almış oluruq. 59-cu sualda deyir ki, demək, mətn faillərinin ad genişlənmələrini seçin. Mətn failləri nə olar? Mətn failləri biri Docdur. Biri də nədir? Biri də TXT. Yəni 1 ilə 4. 1 ilə 4 olur nə? 59-da C variantı. Keçid alırıq demək neçənci suala? 60-cı suala. 60-cı sualda deyir, aşağıdakı proqramlardan hansı tətbiqi proqramdır? Əlbəttə ki, Excel tətbiqi proqramdır. Keçid alıram növbəti suala, 61-ci suala. Deyir ki, fail adı verilibdir. Failin adı verilibdir. Baxın, mənim failimin adı verilib. Hansı faillər şablonuna uyğun gəlir? Baxıram, EX-dir, məsələn, şablonuna uyğun G ilə M-nın ortasında, bir dənə simvol var, hə. Amma başlığa baxıram, bu ola bilər. Amma A ilə E-nin ortasına bir simvol uyğun gəlirsə,
Aynen i'nin ortasında bir dənə simvol. Aha. Uyğun deyil deyir. Hə, uyğun deyil. Uyğun deyil deyilsə, baxıram nəyə? Baxıram birinci bunların uzantısına. Baxım görüm uzantıları yerindədirsə, sonra neyim? Faylın özünün adına keçmiş olub. Baxıram. Faylın adına baxıram. Görürəm ki, GAME verilibdir. Bəli. GAME verilibdə A-da A uyğundur. M-E-dən sonra ulduz qoyubdu. Ulduz da istənilən simvol deyir. E-dən sonra baxın, burada 3-4 dənə simvol var. Bəli, onu bir dənə ulduz əvəz eləyə bilər. 7-də də odur. Aynən E-nin ortasında bir dənə nə var? M hərfi var. Bu da uyğundur. Bəli. Bəli, bu da uyğundur. B-yə baxıram. C ilə M-nın ortasında bir sual var. C ilə M-nın ortasında bir dənə A var. Bəli, E-dən sonra da bir neçə simvolu ulduz əvəz eləyir. Bəli, bu da doğrudur. B də uyğundur. Mənə uyğun olmayan lazımdır. A, D, B getdi. E-yə baxıram. E-də baxıram ki, GAME yazılıb. C-dən qabaq N, E, W var. Bəli, ulduz əvəz eləyib. E-dən sonra da S-nı 666-nı bir dənə ulduz əvəz eləyib. Uzantısına baxıram EX-dir. E-nin yerində bir sual qoyub. X, E-də də bir ulduz qoyub və yaxud da bir sual da qoya bilərdi. Ulduz bir simvolu, bir neçə simvolu və ulduzun yerində hətta simvol da olmaya bilər. E də ona görə getdi. Yəni o da uyğundur. Bizə uyğun olmayan aiddir. Amma indi C-yə baxıram. Uyğun olmayan C-dir. Niyə C-dir? Bax, M-E-dən sonra S, 6, 6, 6. Demək, 4 dənə mənə simvol lazımdır. Bu E-dən sonra bir dənə sual qoyub. Ona görə də C uyğun deyil. Demək, nə uyğun olmadı? C uyğun olmadı. Gəlirəm 62-ci suala. 62-ci sualda nə deyir? 62-ci sualda deyir ki, demək, icra olunan faillər. Biz bilirdik ki, faillər 3 yerə bölünürdü. Hansılar idi? İcra olunanlar, icra olunmayanlar, bir də konfigurasiya failləri. İndi burada bizə nə deyir? Burada bizə deyir ki, icra olunan faillər hansıdır? Əslində burada 2 dənə cavab uyğundur. 2 dənə cavab uyğundur. B-də uyğundur, E-də uyğundur. Baxın, sadəcə olaraq müəyyən bir əməliyyatı yerinə yetirir. Bəli, bu da icra olunan failləri işidir. Kompüterin qurğularının işini əks etdirir. Əslində burada 2 dənə cavab uyğundur. 2 dənə cavab nədir? Uyğundur. 62-də 2 dənə cavab uyğundur. Yəni həm B, həm də E variantı uyğun gəlir. 63-cü suala baxaq. 63-cü sualda nə deyir? Hə, bu sual 2023-ün 2022-nin 2023-ün qəbul sualıdır uşaqlar. Bax, 63-cü sual. Qrafik redaktorlarda elektron cədvəllərdir, bir də verilənlər bazasının idarə olunma sistemləridir. Bunu uyğunlaşdırmalıyıq. Biz bilirik ki, 63-cü sualda demək, birinci qrafik redaktorlara. Qrafik redaktorlara uyğundur OpenOffice, Draft. Demək, 1-ə getdi nə? A variantı. Qələmimi aktivləşdirim. 1-ə getdi A. 1-ə getdi nə? A. 2. Elektron cədvəllər. 2-yə getdi, bax, E variantı. 2-yə getdi nə? E. Sonra 3-ə də getdi VBIS. VBIS-ə də getdi nə? Access. 3-ə də getdi, demək, Access, yəni C variantı. Oldu 1A, 2E, 3-də C. Demək, 63-də nə oldu? A variantı. İndi keçirik 64-cü suala. Deyir, failin tam yolu verilibdir. Fail hansı qovluqda yerləşir? Failim nədir? Kosmos TXT failidir. Failim budur. Failim demək budur.
Hansı qovluqda yerləşir? Qovluğum da deyir, ha, Doc-dur. Doc qovluğunda yerləşir. Demək, oldu nə? 64-də cavabım oldu B variantı. 65-ci suala baxıram. Mətn failinin ad genişlənməsi, mətn failindən söhbət gedir. Mətn failinin biz bilirik ki, ad genişlənməsi hansıdır? Bax, Docx bunlar mətn failinin ad genişlənməsidir. 66-cı sualda nə deyir? Deyir ki, fail eyni adla kompüterin yaddaşında saxlamaq olar. Əlbəttə ki, olar. Amma ayrı-ayrı qovluqlarda olar. Ayrı-ayrı qovluqlarda olar. İki faili eyni adla kompüterin yaddaşında saxlamaq olarmı? Bəli, olar. Amma ayrı-ayrı nədə? Qovluqlarda olar. İndi keçirik 67-ci suala. 67-ci sualda nə deyir? 67-ci sualda deyir ki, dərs TXT adlı fail informatika qovluğunda saxlanılırdı. Daha sonra bu faili həmin qovluğun daxilində yaradılmış kimya adlı qovluğun alt qovluğuna köçürtdülər. Köçürmədən sonra failin tam adı necə olar? Demək, dərs TXT, bax bir dənə nə imiş? Bir dənə fail imiş. Bax bir dənə fail var idi, düzdürmü? Bax bir dənə fail var idi. O informatika qovluğunda saxlanılırdı. Daha sonra bu fail həmin qovluğun daxilində, informatikanın daxilində bir dənə nə? Daxilində bir dənə kimya qovluğunun alt qovluğuna köçürüldü. Bir dənə də kimya qovluğu var imiş və onun da bir dənə alt qovluğuna köçürülür. Demək, informatikadan sonra kimya gəlir. Kimyadan sonra bir dənə alt qovluq var burada. Ondan sonra failin adı gəlir. Ondan sonra failin adı gəlir. Görək, baxın, A variantı uyğundur. Demək, informatikadan sonra kimyadır. Kimyadan sonra M5 bir dənə qovluq yaradıblar, alt qovluq və onun da içində dərs TXT nədir? Dərs TXT adlı fail yerləşir. Ona görə 67-də cavabımız nə oldu? 67-də cavabımız oldu A variantı. 67-də nə oldu cavabımız? A variantı olmuş oldu. İndi 68-ci suala keçid almış oluruq. 68-ci sualda deyir ki, kitab.doc faili hansısa bir qovluqda saxlanılırmış. Sonra bu fail həmin qovluqda başqa bir qovluğun alt qovluğuna daşınır. Daşınmadan sonra həmin failin tam adı D diskində fail informatika doc M5 kitab.doc kimi olur. Daşınmaya qədər failin yerləşdiyi ilk qovluğun tam adı aşağıdakılardan hansıdır? Baxın, təkrar eləyirəm. Demək, kitab.doc faili hansısa bir qovluqda nə imiş? Hansısa bir qovluqdaymış. Kitab.doc hansısa bir qovluqdaymış. Tutaq ki, M5-dəymiş. Düzdürmü? Bax, burada ilk burada verilir də. Bax, ilk burada verilir. Bax, bundan söhbət gedir. Bax, bundan. Bax, bundan söhbət gedir. Düzdürmü? Deyir ki, kitab.doc hansısa bir qovluqda saxlanılırdı. Tutaq ki, M5-də saxlanılırmış. Düzdürmü? Sonra bu fail həmin qovluqdan başqa bir qovluğun alt qovluğuna daşındı. Başqa bir qovluğun alt qovluğuna daşındı. Başqa bir qovluq budur. Həmin qovluğun da alt qovluğu nədir? İnformatikadır. Deyir ki, daşınmaya qədər failin yerləşdiyi ilk qovluğun tam adı. Qovluğun tam adı nə oldu? D, fail, informatika. Demirəm failin tam adı. Qovluqdan söhbət gedir. D, fail, informatika. Ona görə də cavabımız nə oldu? E variantı olmuş oldu. Sonra keçirik növbəti suala. Növbəti sualda nə deyir? Demək, növbəti sualda 69-cu sualdır. 69-cu sualda deyir ki, demək, verilmiş şəkilə əsasən C diskinin iyerarxik strukturuna əsasən Quba adlı failin tam adını müəyyən edin. Quba. Qubanın tam adı hansıdır görək burada? 69. Baxaq görək. Biraz yaxınlaşdırın bunu. Baxın, Quba gəlir nəyə? Demək, Quba gəlir fevrala. Bu fevraldır da, düzdürmü? Burada demək, Quba gəlir fevrala. Düzdür.
Fevralda nəyə gəlir? 2012-yə. 2012-dən nəyə gəlir? Şəkillərə. Şəkillərdə nəyə gəlir? C-yə. Oldu nə? C variantı. Baxın. C. C-dən sonra nə gəldi? Şəkillər. Baxın, şəkillərdən sonra nə gəlib? 2012. 2012-dən sonra nə gəlib? Fevral. Ondan sonra da nə gəlib? Quba. Baxın, burada. C variantında. Sonra gəlirik 70-ci sual. 70-ci sualı demək, burada nə deyir? Burada 69 ilə 73-cü suallara bu şəklə əsasən cavab verməliyik. 70-ci sualda deyir ki, 2013 adlı qovluq 2012 adlı qovluğun alt qovluğudur. Baxın görək. Düzgünlərin seçirik. Düzgünlərin seçmiş oluruq. Baxın görək. 2013 adlı qovluq 2012-nin ad qovluğudurmu? Bir dənə bunu silək. 2012 adlı qovluq 2013 adlı qovluğun alt qovluğudurmu? 2013 demək 2012-nin görək. 2012 budur, 2013 də budur. Demək, xeyr. Bizə nə lazımdır? Bizə lazımdır ki, demək, verilənləri C diskinə görə doğru mülahizələri seçin. 2013 adlı qovluq 2012 adlı qovluğun demək, alt qovluğudurmu? Xeyr, alt qovluğu deyil. Məktəb qovluğunun daxilində iki fərqli tipli fail yerləşir. Baxaq, məktəb hansıdır? Məktəb. Məktəbin qarşısının daxilində iki dənə fərqli. Fərqli deyil, xeyr, ikisi də docdur. Baxın, hər ikisi nədir? Docdur. Bu da docdur, bu da docdur. Fərqli deyil. Sonra deyir ki, üçüncü, şəkillər qovluğunun daxilində olan qovluğun alt qovluğundan biri 2013 adlı qovluqdur. Şəkillərin daxilindən biri 2013 qovluğun alt qovluğudur. Demək, şəkillər qovluğunun daxilində olan qovluğun alt qovluğunda. Biri 2013 adlı qovluqdur. Bəli, biri 2013 adlı qovluqdur. Sonra nə deyir? Deyir ki, 2014 və mənim adlı qovluğun daxilində müxtəlif adlı, amma eyni tipli faillər var. Baxın, nədir bu? 2014 və mənim adlı qovluğum. 2014. Bu 2014-dür. Bu 2014-dür. Bu 2014-dür. Bir də mənimdir. Mənim. Nə deyir burada? Deyir ki, bu qovluğun daxilində nədir? Demək, şəkillər və 2014 və mənim adlı qovluğun daxilində müxtəlif adlı, amma eyni tipli faillər yerləşir. Demək, müxtəlif adlı və eyni tipli. Müxtəlif adlı və eyni tipli. Yox. Burada JPEG-dir, amma bunlarınki nədir? Bunlarınki docdur. Bu düzgün deyil. Sonra 5-ə baxıram. Deyir ki, C lokal diskində ümumi 3 dənə boş qovluq var. Qoy görək, 3 dənə boş qovluq varmı? Bax, boş qovluq hansılardır? Boş qovluqlar hansılardır? Baxaq görək 3 dənədirmi? Demək, biri budur. Biri budur. 2. Biri də budur. Bəli. 3 dənə nə var? 3 dənə boş qovluq var. Ona görə demək 70-ci sualda cavabımız nə oldu? 70-ci sualda cavabımız oldu C variantı. 70-ci sualda bəli, cavabımız oldu nə? C variantı. Demək 70-ci suala qədər yeni koderadan proqram təminatından 6.1 başlığı altında fail və qovluqlardan 70-ci suala qədər izah eləmiş oldum. Növbəti videolarda davamını çəkmiş olacağam. Sağ olun, gecəniz xeyrə qalsın.